Mən özüm anamla, nənəmlə yaşayıram. İkisi də xəstədir. Bunlara mən baxırdım. Atasıdıq pulunu alırdım. Ondan baxırdım. İndi kartlar, pensiya kartı, maaş kartı da hamısı yandı. Pasportlarla bir yerdə. Evdə heç bir şey sağ çıxmadı. Qardaşım da hərbiçidir. O da pul yığmışdı ki, ev alsın. O da yandı. Onlarla bir yerdə. Baş verən yanğından ancaq özləri xilas oldu. Ailəyə məxsus bütün əşyalar, maddi vəsaitlər, sənədlər evlə birlikdə yanaraq külə döndü. Dəhşətli hadisə Biləsuvar rayonunun mərkəzində yerləşən Melioratorlar qəsəbəsində baş verib. Gecə saat 2 radələrində qeydə alınan hadisə gec aşkar olunduğundan alov qısa müddətdə bütün evi bürüyüb. 1971-ci il təvəllüdlü Xatirə Əliyevaya məxsus ümumi sahəsi 35 kvadrat metr olan 2 otaqlı mənzil əşyaları ilə birlikdə tamamilə yanıb. Ev sahibi və onun anası fiziki məhdudiyyətli olduğundan qonşuların köməyi ilə mənzildən çıxarılıblar. Gecə hadisə baş verib. Biz də gəlincə, kömək eləyincə, çatınca hadisə belə də ev yanmış, tamamilə yanırdı. Belə də ki, yanırdı ev bütöv. Biz zəng olundu ki, bu yanğın söndürmə. Onlar da gəldi, onlar söndürdülər. Yəni bir dənə əşya bu evdən çıxarılmadı. Heç bir əşya. Gücü ancaq vurduq ki, can xilas olsun burada. Ev yiyəsini çıxartdı. Hadisə yerinə gələn yanğından mühafizə bölməsinin əməkdaşları ümumi yaşayış binasının qalan hissəsini yanğından mühafizə edərək yanğını söndürüblər. Faktla bağlı araşdırmalar davam etdirilir.